İtlər bu mənzildədir. Çöldən tapır iti gətirir salır evə. O blokda yaşayanlar var ya, çölə çıxa bilmir. Uşaqlar çox qorxurlar. Hava уже 9 il yaşır, heç kimə pislik eləmir. Paytaxtın Xətai rayonu Vunqta 16 ünvanındayıq və buradakı binanın sakinləri mənzillərdən birində yaşayan vətəndaşdan narazıdır. Daha dəqiq desək, onun itlərinə və deyirlər ki, həmin vətəndaşın evində saxladığı itlər onlar üçün və evlatları üçün böyük təhlükədir. 4-5 evdə it var. Elə çöldən tapır iti gətirir salır evə. Üstümüzə hücum eləyir. Somanda mənim də üstümə somur. Körpələrin üstünə, nəm qadınların üstünə, gələr gedənin hamının üstünə somur eləyir. Açıb buraxır çölə bayıraq. Çöldədəki uşaqlar, səs, küy, ora qaçış, bura qaçış. İti saxlayan çoxdur şəhərdə. Amma eləsi var ki, belə necə normal saxlamır. Məsələn, yanında gedir, uşaqların üstünə yürür. Uşaqlar çox qorxurlar. O heç nə bağlanmır, daimi açıqdır. Hara yürür də ki, mənim üstümə gəlib 2-3 dəfə. Belə bir dəfə mənim özümə də hücum çəkib. Səhər tezdən cəmaətin işə gedən vaxtı, uşağın məktəbə gedən vaxtı çıx sən həyətə. Gör buradan bir uşaq keçə bilir belə. O blokda yaşayanlar var ya, çölə çıxa bilmirlər. Yəni nə kişisi, nə qadını. Çıxır o itlər o blokun qapısının ağzında, onun qapısının ağzında. Kimi kalfası ilə zatla alladır, çölə çıxır. Səhər-səhər uşağı məktəbə buraxmaq olmur. Getmək mümkün deyil da. İstəyirik ki, bu yığışdırılsın da bunlar buradan. Saat 7-də duruq, görür ki, itlər başlayır hürməyə. Özdə bilsən neçədir? 10 dənə, 15 dənə. Çox bir də görsən yığılışır gəlib bunun itlərinin yanına. İtlərin səsi gəlir evdən, amma deyəsən mənzil sahibi evdə yoxdur. Bax, itlər bu mənzildədir. Sakinlərin də şikayət etdiyi vətəndaş, həmin sakin burada yaşayır. Və buradakı qoxudan da bilmək olur ki, bu mənzildə itlər var. Asaba kimi şey? Mənim itlərim kimə mane olur? Evdə it saxlamağa haqqım var da. Держать дома. Onlar deyir sizin itlər çox təhlükəlidir. Apasını. Иди посмотри, зайди. Get bax, gör səni dişləyəcək. Не, я тебе говорю, Gedək baxaq. Bəli, itlərin sahibi deyir ki, onun saxladığı itlər təhlükəli deyil və bizi də dəvət edir evə ki, özünüz baxın vəziyyətə. Hava уже 9 il yaşır, heç kimə pislik eləmir. Evdə nə qədər itiniz var? 3 itim var. Anis Qazaliyev, Bəs onlar 10 dedilər axı. А 20 не сказали? 20 demədilər. Gel bak. Gəl bax da, qorxma. Evə gəlsən dişləyə bilərlər. А вот